Biriyle öpüşmek tam 3 yıl boyunca karşımızdaki kişinin DNA'sını üzerimizde taşımamız demektir. İşte bu yüzden o kişiyi unutamıyorsunuz. Sperm yolu ile de bu süre 5 ila 7 yıla kadar uzuyor. Bu yüzden sadece zihnimizde değil, hücrelerimizde de o kişiden izler kalıyor. Üstelik bu sadece hatıra değil. O kişinin karmik borçlarını da yükleniyoruz. Yine bizi de eskiden öpüşmeye başışmadım. Kimisi öptünse yettiği qabaq, o insan senin dalınca ömrün axına kimi gedəcək. Əslində uşaqlar, istədiyiniz insanla rahatlıqla öpüşə bilərsiniz. Heç bir qəti qorxusu yoxdur. O öpüşdüyünüz insanın DNT-si sizin bədəninizdə ümumiyyətlə qalmır. Gəlin izah edeyim niyə. Öpüş zamanı bədənlə bədənə keçən yeganə şey seliyin içindəki bir neçə hüceyrədir. Daha dəqiq olsa 20-dən 200-ə qədər. Bu miqdar əslində qalsa insan bədəni üçün ümumiyyətlə heç nədir. Hətta gündə milyonlarla hüceyrə elə belə udulur. Seks zamanı da vəziyyət ümumiyyətlə dəyişmir. Bəli, partnyorun spermi və hüceyrələri bizim bədənimizə düşə bilər. Amma genimizə qarışmır. Onlar ya parçalanır, ya da ki bir neçə gün ərzində bədənimizdən tamamilə atılır. Yəni DNT heç bir formada səndə qalmır. Bu mif hardan yayılıb? Hamiləlikdən. Ana bətnində uşağın bəzi hüceyrələri bədəndə uzun müddət qala bilir. Bu mikrohimeriya adlanır. Amma bu proses yalnız ana ilə uşaq arasında olur. Partnyorla belə bir şeyin yaranması baş verə bilməz. Nəticə çox sadədir. Heç kimin DNT-si sizin bədəninizdə qalmır. Heç kim sizin genetik kodunuzu dəyişə bilməz. Heç kim sizin karmanıza və digər hadisələrə təsir edə bilməz. Ona görə istədiyiniz insanla rahatlıqla öpüşün, istədiyiniz insanla digər prosesləri eləyin. Narahatçılığa ehtiyac yoxdur və bu cür xanımın dediyi kimi söhbətlər sadəcə olaraq mif, cəfəngiyat və yalandır.